Salam gənclər, mənim adım Elşən. Bir ilə yaxındır ki, Telegram kanalımda ödənişsiz irəli səviyyə trade öyrədirdim. Artıq daha böyük kütləyə çatmaq üçün, həm də orada ekran kaydı olmurdu deyə elə baxırdıq, təzədən eyni mövzulara yenidən qayıdırdıq. Amma indi tam hər kəsin beynindən, yəni tam sıfırdan deyim ki, kimsə tradingə başlamaq istəyir və beynində qalan bütün sualları cavablayacaq şəkildə orta səviyyəli və irəli səviyyəli trading dərslərimiz olacaq. Sıfırdan ən yüksəyə qədər inşallah davam eləyəcəyik. Əsas nə olacaq? Qısa olaraq oradan deyim. Əsas o olacaq ki, qutudan çölə baxacağıq. Yəni öyrəndiyimiz, misal üçün mən əsasən ICT trade edirəm. Sonra order flow trade edirəm. Footprint öyrənirəm. Böyük ehtimal ki, əsas mövzu bitənə qədər footprint'i də yəni əlavə edəcəm bura. E, Burada hər zaman mən qutudan qırağa baxmağa çalışmışam. Yəni sırf ICT-nin mənim gözümdə zəif tərəfləri var idi. Onları irəli eləmişəm. Bəlkə də mən istifadə edə bilmirdim. Yəni nəticə olaraq mən onları özümdə bərkitmişəm. Onları da sizinlə bölüşəcəm. Və win rate-im həqiqətən də çox yüksəlib. Mənim Telegram kanalımda olanlar görür. Artıq demək olar ki, yəni hər qalxışdan, hər düşüşdən, yəni gözəl əməliyyatlar ala bilirik. Okay, qısa olaraq özümdən deyim. Mən artıq 3 ildir ki, yəni trade edirəm. 3 ilə yaxındır ki, trade edirəm. Bunu dəfələrlə qrupda da söhbət eləmişik mən. Motivasiya məqsədli. Mənfi 40 mindən başlamışam, belə deyim. Onu qaytardıqdan sonra artıq plusa keçirəm. Yəni bunu mən nə ilə elədim? Tradinglə. Və mənim gözümdə bu bir çıxış yoludursa, bunu da sizinlə bölüşmək istəyirəm. Amma necə? İnternetdə olan bol-bol məlumatlar, yəni kirli olaraq deyil də, sizə hazırlanmış saf bir məlumat kimi, yəni okey, mən başladım artıq. Deyirəm ki, ilk videodan sonra bitirdimsə, mən tamam trade edə bilərəm. O gözlə. İstəyirəm ki, artıq dərslərə o proqramı hazırlayım. Yəni ICT dediyimdə ICT-nin əlavə o qədər şeyləri var. Mən heç birini misal üçün deyim, şartlarım, misal üçün deyirəm, qətiyyən öyrətməyəcəm. Çünki mən qətiyyən onlardan istifadə etmirəm. İstifadə edirdimmi? Edirdim əlbəttə, amma yəni win rate-im indikə nisbətən çox zəif idi. Yenə deyirəm, burada ola bilsin fikirlər yanlış ola bilər ki, okey, ICT yaxşı deyil, order flow yaxşıdır, order flow yaxşı deyil, footprint yaxşıdır, footprint pisdir, ICT yaxşıdır. Təbii ki, seçim sizindir. Amma mənim nəticələrim yəni qrupda atılır. Qrupda errorlər də görülür, yəni əvvəli, sonu atılır. Bir planımız var düzdür, hədəfimiz var. Hədəfə çatdıqdan sonra inşallah bütün sertifikatların, hər bir şeyin paylaşımı olacaq Allahın izni ilə. Amma orada yəni açıq şəkildə hamısı görülür. Gündə alınan əməliyyatlar görünür, errorləri görünür. Qrupla məsləhətləşirəm, baxın belə bir əməliyyata girmişəm. Nəticə necə olacaq? Telegram qrupunu da əlavə edəcəm aşağıdan. Daxil olmaq istəyənlər gələ bilər. Orada suallara soruşa bilərsiniz. Yəni demək olar ki, bütün suallar da cavablanır. Okay. İndi sıfırdan başlayırıq ki, trading nədir? Yəni bir insan trade başlamaq istəyir. Yəni necə başlaya bilər? Və yaxud da kimlər başlaya bilər? Yəni qısa olaraq deyim ki, demək olar ki, hər kəs, yəni tələbələr ola bilər, əlavə iş istəyənlər ola bilər, yəni və yaxud da ki, finansal rahatlığa çıxmaq istəyən insanlar ola bilər. Bunlar üçün trading, yəni əlavə bir iş modelidir, onlayn iş modelidir. Vaxt aparırmı? Təbii ki. Yəni qətiyyən internetdə olan məlumatlar kimi deməyəcəm ki, çox sadədir, çox rahatdır. Yox, qətiyyən rahat deyil. Çox çətindir, cidden deyirəm. Əgər bu işə siz real, yəni harda işləyirsinizsə əgər, o qədər vaxt xərcləməyəcəksinizsə, yəni minimum 8 saatdır, xərcləməyəcəksinizsə o qədər vaxt, yəni çox çətin bir uğur qazanırsınız. Yəni nə qədər ciddi alacaqsınız, o qədər artıq uğura bir addımda yaxınlaşmış olacaqsınız. Okay. Trading nədir? Trading bazarda qiymət dəyişikliyindən qazanc əldə etmək deməkdir. Yəni deyirəm ki, Euro USD Forex tərəfində izah futures tərəfində, kripto tərəfində. Deyirəm ki, Forex valyuta arası ticarətdir, valyutalar ticarət edir orada. Deyirəm ki, evro alıb dollar satırıq. Deyirəm ki, evronu ucuz qiymətdə aldıq. Əgər o qalxanda biz onu satdıqsa, okey, artıq karlı bir trade etmiş oluruq. Bu, yəni tradingin qaydasıdır. Biz ucuzda alıb baxada satırıq. Deyərəm ki, və yaxud da ki, əlimizdə olmayan məhsulu da yəni biz sata bilirik. Bunda trading vasitəsilə, yəni o şans bizə yaradılar. Bunda necə baş verir? Yavaş-yavaş izah edəcəm. Qısa olaraq göstərdim, yəni trade heç bir məlumat olmayan insanlar üçün belə bir video var. Baxa bilərsiniz. Yəni belə bir platforma üzərindən işləyirlər.
Buna kiçik bir həm bilgiləndirmə, həm də qısa bir motivasiya kimi əlavə elədim. İkinci, trading əsasən bazarda ticarət etdiyinə görə bir neçə növə bölünür. Bunlardan üçünü biz öyrənəcəyik: Forex, futures və kripto. Kriptonun çox adam eşidib yəqin ki, Bitcoin, Ethereum falan. Onlar da gələcək təbii ki. Əsasən mən ikisində trade edirəm, Forex və futures. Amma son açığı bu 5-ci gün, yəni keçən həftə artıq kriptoya da keçid elədim. İşləyirmi, öyrətdilərimi işləyirmi? Əlbəttə işləyir. Sadəcə mən kripto trade eləmirdim. Okay, Forex nədir? Yəni qısa olaraq burada yazılıb hər biri. Bunların hər birini sizə izah eləməyəcəm, amma dünyada dövriyyəsi ən böyük olan, yəni bazardır. Burada biz valyutalar arası ticarət edirik. Deyirəm ki, evron alıb dollar satırıq, GPV alıb dollar satırıq və yaxud da fərqlisi. Alqı-satqı 24 saat açıqdır, həftənin 5 günü 24 saat açıqdır. Çox gözəl burada biz ticarət edə biləcəyik. Necə edəcəyik? Onları da biz yavaş-yavaş öyrənəcəyik, narahat olmayın. Futures'da biraz fərqlidir. Burada neftdir, qızıldır, buğdadır, Nasdaqdır, indekslərdir. Bunların alqı-satqısıdır. Bu da həftənin 5 günü 23 saat aktiv olur. Saat 1-də Azərbaycan saatı ilə bağlanır. Okay. Kripto tərəfinə gəldikdə isə, kripto tərəfi də baxın, kriptonu belə düşünün, məşhur kriptolardan Bitcoin var, Ethereum var, Solana var. Bunlar ən məşhurlardır. 7/24 işləyir kripto. Durmaq deyə bir şey yoxdur. Amma kripto, yəni elə bil ki, Forex-dən futures başlayıb kripto keçəndə qazanımlar çox olur. Kripto ilə çox vaxt başlayıb, yəni əksəriyyəti itirir, sonra keçir Forex-ə. Çünki kripto biraz riskli bir bazardır. Çox riskli bazardır. Hər an qalxa bilər, hər an düşə bilər. Orada təbii ki, müəyyən bir qayda var. Bir müəyyən qaydaya görə hərəkət edir, amma digərlərinə nisbətən daha risklidir. Ən stabil hərəkət edənlərdən Forex-dir. Ona görə başlayanlarda da, yəni məsləhət görürəm ki, Forex-lə başlasınlar, sonra keçsinlər Futures'a, sonra yaxud da Futures'da Nasdaq da çox gözəl, yəni fürsətlər verir, onsuz hər birini öyrənəcəyik. Tamam. Bildik ki, trading nədir? Düzdürmü? Ticarətdir. Valyutalar arası ticarətdir. Neftin alqı-satqısıdır. Bitcoin alqı-satqısıdır. Kriptoların alqı-satqısıdır. Budur. Bəs trade etmək üçün, bəs necə trade edəcəyik? Yəni qısa olaraq. Trading etmək üçün bizə trade etməyimiz üçün bizə iki vasitəçi, əsas köməkçi lazımdır. TradingView və MetaTrader. TradingView nədir? Baxın, daha sadə izah edəcəm ki, tam rahat başa düşə biləsiniz. TradingView-nu belə düşünün. Yəni biz uşaq vaxtı istifadə edəndə belə edirdik ki, deyəlim ki, müəllim bir nəsə verirdi. Onu hazırlayana qədər biz belə edirdik ki, deyəlim ki, qaralamayı yazırdıq. Sonra keçirdirdik əsas mövzuya. Yəni əsas dəftərə daha doğrusu. Qaralama yazırdıq, biz orada hesablama işlərini orada eləyirdik. Toplama, çıxma, vurma, bölmə. Sonra keçirdirdik. Son nəticəni artıq təzə dəftərdən başlayırdıq yazmağa. Səliqəli şəkildə. TradingView də belədir, baxın ki, analiz etdiyimiz yerdir. Orada biz hesablamalarımızı, hər bir analizlərimizi orada edəcəyik. Sonra keçəcəyik artıq real pul əlavə etdiyimiz yerə. Yəni MetaTrader-ə. Pul əlavə edib oradan biz alqı-satqı işlərin orada görəcəyik. Hədəfimizi təyin edəcəyik, stopumuzu təyin edəcəyik, nə qədər məbləğlə daxil olacağıq, nə qədər məbləğ daxil olub, nə qədər qatın, yəni error deyirlər orada, risk rewarder, yəni neçə qatın götürəcəyik və yaxud da itirəndə nə qədər itirəcəyik. Bunlar da MetaTrader-də baş verəcək. Amma yenə dediyim kimi əsas işimiz, yəni günümüzün 90%-i TradingView-da olacaq. Çünki analiz etdiyimiz yer oradır. Öz strategiyalarımızı tətbiq etdiyimiz yer oradır. Əsas işimiz orada baş verəcək. Okay, MetaTrader-də yəni dediyim kimi bizim pul əlavə edib və yaxud da indi fon hesablarına gələcəm. Fon hesablarını da brokerlərdə oraya əlavə edib, oradan pul qazanmaq, ticarət etmək, yəni əsas platformamızdır. Okay. Bəs nə qədər pul yatırmalıyam? Yəni gəldik ən əsas mövzuya. Pulum azdır, başlaya bilərəm mən. Baxın, tradingin digər onlayn işlərdən avantajı nədir mənim gözümdə? Burada bizə dəstək olacaq ki, hələ elə deyək, dəstək olacaq şirkətlər var. Bu şirkətlərə fon şirkətləri deyilir. Fon şirkətləri nədir qısa olaraq? Bax, deyəlim ki, sənin biliyin var, trade edə bilirsən, amma sənə sərmayen yoxdur. Trading də elə bir sahədir ki, orada kiçik məbləğlərlə az, çox məbləğlərlə çox qazanırsan. Nə qədər sərmayen çox olsa, o qədər sənin üçün avantajlı. Deyirəm ki, burada 5.000, 10.000, 15.000, 100.000
1 milyon bu tipli fon şirkətləri sənə dəstək olur. 300 min, 500 min. Necədir məntiq? Deyirəm ki, fon şirkətinin təklifi odur ki, tamam, sənin biliyin var, trade edə bilirsən, analizlərin qəşəngdir, hər şey gözəl, amma sərmayə yoxdur. Mən sənə sərmayə verirəm, deyirəm ki, bu qədər, deyirəm ki, 10 minlik bir sərmayə verirəm, amma sən bunu, yəni özünü mənə sübut eləməlisən ki, mən uğurlu bir treyderəm. Ona görə sənə bir challenge salır. O challenge-dan artıq uğurlu keçdikdən sonra sənə müəyyən şərtlər içərisində o pulu verir sənə. Narahat olmayın, o pul itdikdə və yaxud da itirdikdə və yaxud da ki, mənfiyə saldıqda sizdən heç bir şey, yəni tələb olunmur. Ödənişi də çox sadədir. Misal üçün birini deyim, yəni 30 dollara, 40 dollara, 50 dollara 10 minlik fon hesabları çox rahat ola bilərsiniz. Təbii ki, oranın payoutlarından da siz keçirsiniz 100 minliyə, 150 minliyə, 300 minliyə. Belə-belə, yəni öz sərmayənizi yarada bilərsiniz. Okay. Normalda fonlarda dəyişir, 80% sizin olur, 20% onların. Yəni əsasən belə olur, 80% sizin, 20% onların, kiçik fonlarda. Amma yəni cidden fon şirkətləri bizim üçün çox böyük bir avantajdır. Çox böyük bir avantajdır. Təbii ki, ondan sonra istəsəniz real balansını davam edərsiniz. Amma yəni mən real balansına heç davam eləmirəm açığı. Nəyə görə? Çünki bir var öz balansını riskə atasan, onun hissi, həyəcanı, psixologiyası. Bir də var sənin olmayan pulun verdiyi hiss, həyəcan, psixologiya. Bu daha avantajlıdır. Tamam. Okey. İndi suallarınız varsa, yəni gedişat haqqında yorumlarda yazın. Onsuz da təlim planını, yəni tərtib etmişəm. Dəyişiklik etmədən davam edəcəm. Amma ola bilər ki, çox xüsusi bir təklifiniz olar. Mən onu plana əlavə etmiş olaram. Oldu. Sağ olun. Özünüzə müvəffəq olun.